Jack Londonun klassik əsəri Ağ dişi götürək. Bu əsər əslində bir qurdun gözündən çox fundamental bir sual qoyur ortaya. Bizi biz edən nədir? Yəni, içimizdəki o ilkin vəhşilikmi, yoxsa sonradan öyrəndiyimiz mərhəmətmi? Gəlin elə bugün Ağ dişin o inanılmaz səyahətinə, yəni qəddarlıqdan sevgiyə doğru gedən yoluna birlikdə nəzər salaq və bu sualın cavabını tapaq. Deməli, hekayəmiz harada başlayır? Əlbəttə ki, amansız şimal vəhşi təbiətində. Jack Londonun öz sözləri ilə desək, bura bilirsiniz o nəhəng macəralar üçün yola çıxan cılız macəraçıların özlərini yad bir dünyanın qüdrətinə qarşı sınadığı bir məkandır. Və bu məkanda tək bir qanun var, çox sadə bir qanun, sağ qalmaq. Və hər şey əlbəttə ki, Ağ dişin kiçik bir qurd balası kimi dünyaya göz açması ilə başlayır. O, atasından tamamilə saf bir qurd qanı miras almışdı, bu da onu digər balalardan fərqləndirirdi. Amma bilirsiniz, bu miras ona heç də asan bir həyat vəd etmirdi, əksinə. Onun uşaqlığı sözün əsl mənasında amansız bir mübarizə idi. Təsəvvür edin, 5 baladan təkcə o sağ qala bilir. Aclıq onun daimi yoldaşına çevrilir. İtki isə demək olar ki, hər gün üzləşdiyi bir reallıq olur. Hətta atası təkgöz bir gün ovdan geri dönmür. Yeganə sığınacağı anası Kiçə olur və o, anasının himayəsində bu sərt dünyada tək başına ayaqda durmağı öyrənir. Yaxşı, bəs bu vəhşi təbiətdə həyatı nə idarə edir? Hər bir canlının istisnasız tabe olduğu tək bir fundamental qanun var və bu qanunun adı ət qanunudur. Nə qədər sadə səslənsə də, o qədər də amansız bir qanun idi bu. Bu qanun Ağ dişin instinktləri ilə, yəni yaşayaraq öyrəndiyi əsas həyat həqiqətidir. Baxın, qayda çox bəsitdir. Həyatın məqsədi ətdir. Öldürmək isə yemək üçündür. Burada yaxşı, pis kimi anlayışlar yoxdur. Sadəcə ovçu var, bir də ov. Ya öldürürsən, ya da ölürsən. Bu qədər sadə. Və təbii ki, bu amansız qanun onun bütün xarakterini formalaşdırır. Həyat onun üçün təsadüflərin hökm sürdüyü bir qırğın xaosu idi. Ağ dişdə bu xaosda sağ qalmaq üçün sərt, effektiv, demək olar ki, mükəmməl bir qatilə çevrilir. Onun dünya görüşü artıq bəlli idi. Güclü olan zəifi yeyir. Amma sonra vəhşi təbiətin bütün o sərt qanunlarını belə alt-üst edən bir güc ortaya çıxır. Və Ağ dişin həyatı, o insan tanrılarla qarşılaşdığı an, bax, o an əbədi olaraq dəyişir. O, insanları görəndə qorxudan sanki iflic olur, yerə çökür. Amma bu sadəcə bir qorxu deyil. Sanki nəsillər boyu bütün əcdadlarından ona ötürülən bir genetik yaddaşdır bu. Bir tərəfdən heyranlıq, digər tərəfdən dəhşət. Artıq anlayır ki, qarşısındakı varlıq, yəni insan, təbiətin bütün digər qanunlarından daha üstündür. Deməli, insanların dünyasında o tamamilə yeni bir qanun öyrənməli olur. Yeni sahibi, Bozqunduz, ona gücə itaət etməyi öyrədir. Amma bu yeni dünya ona heç bir rahatlıq gətirmir. Əksinə, düşərgədəki digər itlərin amansız hücumları onu getdikcə təkləyir və içindəki o vəhşiliyi daha da gücləndirir. Və elə bu nöqtədə Ağ dişin həyatının bəlkə də ən qaranlıq səhifəsi açılır. O yeni, çox qəddar bir adama satılır və bundan sonra onun ruhu demək olar ki, tamamilə nifrətlə yoğrulmuş bir məxluqa çevrilir. Burada əslində iki fərqli qanun, iki fərqli dünya görüşü toqquşur. Baxın, Bozqunduz üçün qanun sağ qalmaqla bağlı idi. Güclüyə itaət etməlisən, zəifi əzməlisən. Praktik bir qanun. Amma yeni sahibi, o dəli tanrı ləqəbli gözəl Smith üçün qanun tamamilə başqa idi. Qəzəb bir silahdır, nifrət isə bir qəfəs. Yəni onun dünyasında qəddarlıq sağ qalmaq üçün yox, sırf zövq üçün idi. Və gözəl Smith Ağ dişin içindəki o vəhşiliyi götürüb, onu bir silaha çevirir. Onu it döyüşlərinə çıxarır. Ağ diş artıq döyüşçü qurd kimi tanınır. Qəzəblə bəslənən, hər zorakılığına görə mükafatlandırılan, eyni zamanda həm möhtəşəm, həm də dəhşətli bir məxluqa çevrilir. Amma hekayə burada bitmir. Tam da bütün ümidlərin tükəndiyi bir anda Ağ dişi ölümün pəncəsindən, o qəfəsdən xilas edən və ona tamamilə yeni bir həyat təklif edən bir adam peyda olur. Bu adam, Vidon Scott, nifrətin illərlə qurduğu divarları addım-addım böyük bir səbirlə yıxır. Birinci, onu zəncirdən azad edir. Sonra ona yeməyi zorla yox, əlindən uzadaraq təklif edir. Və nəhayət, o qorxu səddini qıran ilk incə toxunuşu, ilk sığalı həyata keçirir. Atılan hər bir addım Ağ dişə göstərirdi ki, dünyada nifrətdən daha güclü bir qüvvə var, o da sevgidir.
Və bu sadəcə xarici bir davranış dəyişikliyi değildi. Əsla. Bu, onun ruhunun, bütün varlığının sanki yenidən doğulması idi. Jack London'un özü bunu çox gözəl təsvir edir. Bəyənməyin yerinə sevgi tutmuşdu. Və sevgi, bəyənməyin heç vaxt enə bilmədiyi o dərinliklərə enən bir şaqul idi. Yəni, sevgi onun ən dərin qatlarına toxunmuşdu. Əslində, hekayənin bütün mahiyyəti, ürəyi də elə budur. Ən sərt, ən vəhşi təbiətin belə sevgi ilə dəyişə biləcəyi. Ağ diş ona göstərilən o sevgini qarşılıqsız qoymamağı, onu geri qaytarmağı öyrəndikcə, onun da o daşlaşmış ürəyi yumşalır və sanki böyüyür. Yaxşı, gəlin indi Ağ dişin son səyahətinə baxaq. Şimalın o soyuq torpaqlarından çıxıb Kaliforniyanın sivil isti dünyasına gəlir və bu, onun üçün tamamilə fərqli yeni bir sınaq olacaqdı. Sivilizasiyanın tam mərkəzində Ağ diş son ən böyük sınağı ilə qarşı-qarşıya qalır. Həbsxanadan qaçmış təhlükəli bir cinayətkar onun yeni sahibinin, Scott'un evinə hücum edir. Bu dəfə Ağ diş sağ qalmaq üçün döyüşmür. Xeyr, bu dəfə o, sevdiyi ailəni qorumaq üçün döyüşür. Döyüşdən sonra vəziyyət çox pis idi. Cərrah onun sağ qalma şansını belə qiymətləndirmişdi. 10.000-də 1. Yəni nə deməkdir bu? 3 güllə yarası, bir neçə sınıq sümük, onun sağ qalma ehtimalı demək olar ki, 0-a bərabər idi. Vəziyyət bu qədər ümidsiz idi. Amma Ağ diş bütün o ehtimallara, o 10.000-də 1 şansa meydan oxuyur. O sağalır və bu qəhrəmanlığı ilə keçirdiyi o tam transformasiyanı simvolizə edən yeni bir ad qazanır. O, artıq sadəcə bir qurd deyil, o bir qəhrəmandır, bir xilaskardır. O, ailənin mübarək qurdudur. Və gəlin bu hekayəni sizi biraz düşünməyə vadar edən bir sualla yekunlaşdıraq. Sizcə, Ağ dişin içindəki o ilkin, vəhşi təbiət tamamilə yoxa çıxdı? Yoxsa sevgi və sədaqət ona sadəcə o vəhşiliyi kimin üçün, nəyin uğrunda istifadə etməyi öyrətdi? Bəlkə də doğru cavab elə hər ikisində gizlidir.